Videonu izleyen hər bir kəs salamlayıram. Bugünkü videoda biz keçən dəfəki dərsə kiçik bir rekap edəcəyik. Yəni, keçən dəfəki dərsin videosu Classroom-a yükləniləcək. Sadəcə son anda oradaca müəyyən bir qarşılıq yarandı. Qarşılığın yaranmasının səbəbini mən sizə qruplarda paylaşmışam. Orada Tailwind CSS və Sweeper.js komponentləri toqquşur. Səhifə yüklənməsi zamanı bəzi klasslar və ölçülər bizim box modelə yüklənmədiyinə görə bizə orada karusel, yəni çevrilən elementlər var olsa da biz onu görə bilmirik. Amma bu günləri mən sizə onu həminki dərsi kiçik bir recap olaraq, kiçik dedikdə təbii ki, bu dərsin də bu rekordun müddəti 45 dəqiqə ola bilər. 45 dəqiqə ərzində sırf full izah üzərindən keçəcəm və bundan sonraki dərsdə mən bunu sizə detallı bir şəkildə izah edəcəm. İlk olaraq biz nə edirik? Setting hissəsinə gəlirik. Təbii ki, siz setting hissəsinə gəlməyəcəksiniz. Sizlə paylaşdığım layihə Oil Main. Əvvəlcə baxaq görək ki, sizin qrupdan kollaboratorlar kimlərdir? Kollaborator hissəsindən gəlib görsək, görəcəyik ki, burada iki nəfər cəmi kollaboratordur. Yeri gəlmişkən Fariz burada kollaborator deyil. Farizə mütləq şəkildə bildirmək lazım ki, göndərilən ümumiyyətlə bu barədə bildirsin və onu kollaborator kimi əlavə edək. Kollaborator gizli layihələrdə idarə etmə imkanına sahib olan şəxslər, yəni gizli layihələri siz artıq görəcəksiniz və hətta düzəlişlər edib ora, məsəl, deyək ki, sizin öz düzəlişləriniz var və siz hansı bir funksiyonallıq əlavə edirsiniz layihəyə. Bu zaman sizin yazdığınız kodlar GitHub-a əlavə olunduqdan sonra biz onu merge edə bilirik. Yəni siz orada pull request göndərirsiniz, kodun birləşdirməsindən bağlı sorğu, biz onu qəbul ediriksə, merge klikləyirik. Yəni ona görə də GitHub-da bu özəllikləri bilməyimiz sizin üçün vacibdir. Kollaborator hissəsinə gələndə görürəm ki, 2 nəfər layihəni görə biləcək, Fariz istisna olmaqla. Hoyla main layihəsinə gəlirik və bura klikləyirik. Burada settings'e yenidən qayıdırıq. Bizə lazım olan branchı dəyişdirməkdir. Çünki əgər diqqətlə video dərsə baxımsızsa bilirsiniz ki, bizim layihəmiz iki branchdan hal-hazırda ibarətdir. Main və hero. Main branchımız fikir verin default yazılır. Default o deməkdir ki, siz bu layihənin kodlarını yükləsəz, yəni klonlasınız bu layihəni, sizə gələcək versiya main olacaq. Amma gəlib buradan biz bunu dəyişdirə bilərik. Main hissəsindən gəlib, buradan hero hissəsini seçirik, update veririk. Ayrıca I understand update the default branch. Yəni mən başa düşürəm və default branchı yeniləyirəm kimi bir sorğunu biz nə edirik burada qəbul etmiş oluruq. Və gördüyünüz kimi artıq bizim default branchımız, default dediyimiz nədir? Yəni biz layihəni yükləsək, bir həftə öncə dərsimizdə, yəni 25 iyun tarixində işlədiyimiz mövzunun kodlarını götürəcəyik. Copy, baxın, kod hissəsinə gəlib, copy URL. Bunu ancaq kollaboratorlar görəcək. Fariz bunu görə bilməyəcək. Sonuca xəbərdarlıq edirəm ki, mütləq şəkildə rekorda baxdıqdan sonra mənə yazsın və layihəyə kollaborator kimi əlavə olunsun. Kodu buradan linki kopyaladıqdan sonra gəlib burada terminalı açırsınız. Terminal və yaxud da ki, Windows 11 işlədirsə terminal, digər halda CMD açırsınız. Ardınca gəlib burada bu komandanı yazmış olacağıq. Yəni mən nə yazıramsa siz onu bilə-bir insin. Deməli, terminalı açırıq. Windows 11 işlədəndə terminalı açacaq. Digər halda isə CMD-ni açacaqsınız. CMD-ni açdıqdan sonra mən CMD üzərinə gedəcəm. Çünki nəzərə almaq lazım ki, Windows 10 və ya da 11 işlədən şəxslər ola bilər. CMD-ni açdıqdan sonra fikir verin, C users anı var. Burada sizdə Fruz, Yasir və yaxud da ki, digərinizin adı ola bilər. Ona görə CD desktop yazırsınız ki, masa üstünə keçid edəsiniz. Yəni, masa üstünə keçid etmək o deməkdir ki, mən bu layihəni yükləyəndə bu papka gəlib düşəcək bu hissəyə. CD desktop dedikdən sonra masa üstünə, yəni desktopa keçid elədik. Ardınca git, klon və bu linki, kopyaladığımız linki yapışdırırıq. Bəlkə sual yarana bilər ki, müəllim, hansı linkdir? Bunu görməyən şəxs demək ki, kollaborator deyil. Kollaborator olmayan şəxsdə gizli layihələri, baxın, qıfıl işarəsini gördüyünüz kimi gizli layihələr görə bilməz. Ona görə mütləq şəkildə kollaborator olmalı. Ardınca gəlib bu reponu görəcəksiniz və buradan linki kopyalayıb gəlib yapışdıracaqsınız bura. Layihəmiz Hoyla Main adı altında yükləndi, gördüyünüz kimi. Daha sonra Hoyla Main papkasına keçid edirik və yazırıq kursor boşluq nöqtə
qeyd edir ki, kursor proqramında Hoyla main papkasına aid bütün kodlar açılsın və biz əgər bunu Leaf serverinə açsaq, baxın index.html-ə gəlib, ardınca open with live server desək, bu isə bu proses bir qədər uzun çəkə bilər. Çünki biz bunu yüklənməsi zamanı Windows 10 onlarda problemləri görə bilərik. Amma narahat olmayın. Çox qısa bir müddətdə biz nəticəni görəcəyik. Browser açıldıqdan sonra nəticəni görmüş olacaqsınız. Və hal-hazır gördüyünüz kimi bizim burada Voila proyektimiz açıldı. Biz burada bir şəkli görürük, bir də oğlan şəkli görürük və hatırlayırsınızsa bu hissəni biz diqqətlə baxsız əgər oğlanın şəklinin olduğu və itin şəklinin olduğu hissəni biz əvvəlcədən yaratmışdıq ayrı-ayrı komponent olaraq. Gəlin mən əgər səhifəni inspekt etsəm, görəcəksiniz ki, baxın, sağa klikləyib inspekt edirsiniz və seçirsiniz buradan hər hansı bir şəkli, fərq etməz. Diqqətlə baxsız görəcəksiniz ki, itin də şəkli bir cibin içindədir və oğlanın şəkli də bir cibin içindədir. Hər birinin klası demək olar ki, eynidir. Hər birinin klası eynidir və bunlar hər biri carousel section adlandırdığımız hissədə yerləşir. Və buradan çıxardığımız nəticə odur ki, fikir verirsə təkrarlanan burada divlər var. Deməli, əgər təkrarlanan elementlər varsa, komponentlər varsa, biz bunları belə deyək, dəfələrlə işlədə bilərik. Hətta JavaScript öyrənəndən sonra biləcəksiniz ki, bunları bir dəfə yaradıb neçə məlumat varsa o qədər çalışdıra bilərik. Bizim bilməli olduğumuz gereken odur ki, biz şəkil əlavə edəndə artıq divi kopyalayıb yapışdıracağıq. Fikir verirsinizsə, klasslar eynidir. Deməli, biz bundan 4-5 dənə kopyalayıb yapışdıra bilərik. Sadəcə, img hissəsində şəklin mənbəyini dəyişdirməliyik. Şəklin mənbəsi dəyişməlidir ki, biz şəkilləri fərqli olaraq görə bilək. Bu qayda ilə gedəcəksiniz və gəlirik öz kodumuza. Agent hissəsini bağlayırıq, çünki süni intellektlə işləmək bizə hələ ki lazım deyil. Ardınca gəlib burada nə edəcəksiniz? Baxın, carousel section görürsünüzmü? Birinci carousel, ikinci carousel. Burada belə deyək, biz dərs boyunca işləyəndə bu layihəni Yasir bizim üçün o faylı göndərmişdi. Arşiv formatına göndərmişdi və orada bir neçə şəkil var idi. Mən o bütün şəkilləri kopyalayıram. Şəkil qeyd edim ki, uşaqlar, arşiv adı ilə bizim WhatsApp qrupumuzda var. Oradan şəkilləri rahatca götürüb işlədə bilərsiniz. Image papkasına gəlib Hero qismına gəlirik və burada kopyaladığımız o şəkilləri paste edəcəyik. Amma təbii ki, kursor proqramında bu məhdudiyyət olduğuna görə mən nə edəcəm? Bu Hoyla main papkasını xatırlayırsa, biz git klonlamışdıq ki, bu kodu hal-hazırda siz görürsünüz. Hoyla main papkasını masa üstündə tapıram, gəlib public papkasını açıram, image hissəsinə keçib, hero hissəsinə gəlib, burada şəkillərimizi yapışdırırıq. Yəni, heroya aid olan şəkillər sırf burada olsun deyənə bunu edəcəm. Və daha sonra nə edəcəm, gəlişlər? Gördüyünüz üzərə burada bir neçə element daxil edəcəm. Deməli, hero it qoymuşdu adını. Daha sonra hero mən. Baxın, burada copy paste üzərindən gələcəyik. İki dənəsini kopyalıram, gəlib yapışdıram bura. Bu olacaq artıq hero it yox. Biz bura, deməli, digər faylın adını qoyacağıq. Yəni, herodan sonra slash qoyuram. Herodan sonra slash qoyuruq. Dili dəyişdirək ki, istədiyimizə edək. Deməli, cat color t-shirt. Və bunu götürəcəyik. Daha sonra burada slash'dən sonra, baxın, slash'dən sonra that t-shirt, daha sonra bundan bir dənə də kopyalayacaq. Bir dənə yox, daha doğrusu sayını nə qədər artırsa bir o qədər yaxşı bizim üçün. Burada artıq deməli cat color yox, slash qoyuruq, delta sweatshirt. Bunlar şəkillər gənclər və bu şəkillər arşiv faylımda var. Çox xahiş edirəm. Bu məsələlərdə son dərəcədə diqqətli olun və qrupu müntəzəm olaraq izləyin. Hələ ki, mənim gördüyünüz üzərə 6 dənə, 2 burada, 2, 4, 6 dənə şəkil saxlayacağım. Yəni, çox da şəkil saxlamın bir lüzumu yoxdur. Yəni, siz bunu təbii ki, yanaşı görəcəksiniz. Yəni, normaldır sizin bunu belə görməyiniz. Amma bunu yanaşı görməyimizin səbəbi karusel kodlarını tətbiq etməyimizdən getmir. Bunu yanaşı görməyimizin əsas səbəbi odur ki, uşaqlar, biz bu karusel olan hissədə flex, gap və justify center yazmışıq.
Bu gördüğünüz kodları tamamıyla silirik. Yani bunlar silir. Çünkü yanlışı getirmek için Flex'ten istifadə edemeyeceğim. Ve tabii ki bunların olması gereken biçimde görürük alt alta ve birbirinin üzerine çıkması tamamıyla doğaldır, normaldir. Çünkü burada biz bəzi qaydalar var ki, onları sizden tətbiq edəcəyik. İlk olaraq mən istəyirəm ki, sizi karusel anlayışına tanış edeyim. Çünki keçən və dərsimizdə biz karuseldən danışdıq, karuseli izah edirdik və karuselin vacibliyini qeyd edirdik. Yaxşı, bu karusel dediyimiz nədir? Karusel için ümumiyyətlə siz təbii ki sıfırdan hər şeyi yarada bilərsiniz. Bugün AI ilə siz sıfırdan öz karuselinizi yarada bilərsiniz. HTML, CSS, JavaScript olaraq. Amma heç biri Sweeper.js kimi mükəmməl ola bilməz. Yəni niyə görə? Çünki buna bənzər birinci karusellər də var. Amma bu yaradan karusellər həm istifadəçi interfeys cəhətdən, yəni istifadəçi cəhətdən daha rahatdır. Həm siz karusellərə rahat şəkildə toxuna bilirsiniz, onları sürüşdürə bilirsiniz. Yəni burada gənclər, yəni bunu qeyd etmək lazımdır ki, milyonlarla slayderdən daha güclüdür. Çünki burada yumşaq, sürətli belə toxunma var. Təbii ki, bunun sloqanını da siz tərcümə etsəz görərsiniz ki, iddia etdikləri qədər var. Başlamaq üçün Get Started klikləyəcəksiniz. Burada NPM ilə bağlı olan hissələri pas keçirsiniz. Çünki bu sizə aid deyil. React ayına gələndən sonra hər şey sizə aid olacaq. Burada Use Sweeper from CDN hissəsini görürsünüz. Buradan başlayaraq nə edəcəksiniz? Link hissəsinə gəlib, Bunu kopyalayacaqsınız. Kopyaladıktan sonra nə olacaq? Kopyaladığınız kodu gençler gəlib yapışdıracaqsınız baba bu qismə. Deməli, bağlantı hissəsi yadda saxlayın. Öz CSS faylımızın həmişə üzərində olacaq. Yazılan kodlar bizim əsas kodlarımızı ezməmək üçün. Həmişə kodu yazandan sonra, yapışdırandan sonra format dokumentinə səliqəyə salın. Bu bizim birinci addımımız. İkinci addım nədir? İkinci addım odur ki, biz JavaScript faylını da bura əlavə etməliyik. Bağlantı linkini. Və bunlar mütləqdir. Siz bunları bağlamalısınız ki, istifadə edəcəyiniz o alətdən tam yararlana biləsiniz. Çünki bunlar bağlantı linklərdir. Gəlib bunu əlavə edəcəksiniz hara? Öz JavaScript faylımızın bağlantı linkinin düz üzərinə. Yəni HTML-də JavaScript-i harda bağlayırsınız və onun üzərində bağlayacaqsınız və nəticə olaraq artıq bizim bağlantılarımız tam quraşdırılıb, hər şey qaydasındadır. Burada nümunə olaraq göstərir ki, nəyi necə etmək olar, həm ünlülük necə ayarlaya bilərsiniz. Burada sizə hər şeyi addım-addım izah edir. Amma mən istəyərdim ki, bunu görək, əvvəlcə başa düşək ki, karusel nədir? Ondan sonra keçək bunların izahatına. Bunları görmək üçün resurs hissəsindən demo hissəsi var. Demolar dediyimiz nədir? Yəni nümunələr. Nümunələr hissəsinə gələndən sonra görürsünüz ki, slayderlərin bir-bir çevrilməsi var. Baxın, slayder budur. Toxunursunuz, sürüşdürürsünüz, çevrilir. Bu bir baxışda bir slayderdir. Bu oxlu slayderdir. Yenə də siz bir baxanda, yəni ilk baxdıqda bir dənə görürsünüz. Pagination o deməkdir ki, səhifələmə var. İki versi səhifəyə klikləmək olmur. Amma hər dəfə çevirdikcə burada indikator var. Yəni çevrilmə nişanını görürsünüz. Görürsünüz ki, neçənci slayddasınız. Burada da həmçinin fikir verin, belə dizaynda slayd var. Ardıca gördüyünüz kimi pagination progress, yəni slaydı bitəndə burada fikir verirsiniz, göy xətt tam sonuna gəlir və burada ox sönür. O deməkdir ki, sən artıq bura kliklənməzsin, mənası yoxdur. Çünki 9 slayd var və 9-cu slayddasan. Geriyə doğru gəlsəz görəcəksiniz ki, birinci slaydda da bu hissə sönük olur. Niyə görə? Çünki ki, sən zaten başlanğıcdasan, geriyə qayıdanməzsən. Pagination progress dediyimiz bu gördüyünüz oxdur. Baxın, slaydın növləri var. Fraksiyalar şəklində, yəni kəsrlər var. Sən hal-hazırda 9 dənə slaydın 4-cü səhifəsindəsən, 9-da 4-dəsən. Yəni bilirsiniz ki, 9-da 9-a çatan nə deməkdir? Fraksiya şəklini göstərir, kəsr şəklində. Yəni bu deməkdir ki, sən artıq slaydı tam dövr elədin, başa vurdun. Burada pagination kliklənə bilən, görürsünüz, hər türünü göstərirəm sizə ki, biləsiniz. Amma bizə lazım olan slide per view-dur. Çünki bizim maketdə, hətta sizə onu göstərim, Hoel layihəsini görəcəksiniz ki, bizim maketdə demək, iki dənə orada fikir versinizsə, yazısı elə bir şey qoyub ki, hər çevrilmədə iki dənə element görəcəyik. Baxın, bu hissə olduqca bizi yordu. Çünki xırda detallar var ki, biz onların rekordu işləyən zaman
sizə çox aydın bir şəkildə izah etməyə çalışacağıq. Deməli, edəcəyimiz nədir? Nə etmək lazımdır? İlk olaraq baxmalıyıq ki, Yasin layihəsində bizdən tələb olunan nədir? Hər dəfəsində 2-2 çevirsin. Düzdür, Yasin demişdi ki, mən bura karusel əlavə etməyi düşünmürəm, amma ə, biz artıq bu yola çıxdığımıza görə yoldan geri dönmürük, çətin də olsa bunu edəcəyik. Nə etmək lazımdır? Baxın, bunu seçirəmsə, mən istəyirəm ki, bunu tətbiq edeyim. Burada bizə göstərir ki, hansı dildə yazacaqsan, yəni hansı dildə kodlama gerçəkləşdirəcəksən. Core, React, Vue, Element. React-a da keçməmişik, Vue keçməyəcəyik, Element keçməyəcəyik. JS Core. Bizə JavaScript lazımdır. JavaScript çünki biz o dili öyrənirik. JS Core o demək ki, dilin özündə yaz. React bu çərçivədir. Bu işin bu dili asanlaşdırmaq üçün var. React-da hələ gəlməmişik. Baxın, React JavaScript-in kitabxanası olsa da, bu kitabxana olduğuna görə bunu quraşdırması ayrı cürədir. Amma siz JavaScript Core-a klikləyəcəksiniz. JavaScript Core-a kliklədikdən sonra bir pəncərə açılacaq. Baxın gənclər, kodları əgər yuxarıdan aşağı doğru analiz etsək, görəcəksiniz ki, sizin hər birinizin yaza biləcəyi türdən bir koddur və qeyri-adi heç bir şey yoxdur. Və bu da bizə bunu deməyə əsas verir ki, bu kodları yazmasaz olar. Yəni, ümumiyyətlə, qısa və konkret desək, Sweeper-da CSS kodu yazmayacaqsan, bir dənə Sweeper-ın bağlantı linki olmalıdır ki, biz onu etmişik. Daha sonra Sweeper-ın JavaScript bağlantı linki olmalıdır. Siz JavaScript-də, baxın, burada script taglər üçün yazıb bir səhifədə bütün kodları həll etmək üçün. Və siz çox yaxşı bilirsiniz ki, biz təmiz standartlarına kod yazırıq və mərhələ bir şəkildə sizə daha da təmiz yazmaq öyrədəcəm. Məsələ nədir burada? Biz addım-addım JavaScript-dəki kodları, yəni HTML-də çox yazmırıq. Biz HTML aydın kodları HTML yazırıq. CSS ayrı bir fayl olmalıdır. JavaScript ayrı bir fayl olmalıdır. Ona görə də mən buradakı skripti götürəcəm. Götürdükdən sonra nə edəcəm? Gəlib bunu yapışdıracağım. Baba, bizim JavaScript faylımız var. Bura. Bura bir yere yapışdırırıq. Bura bir comment atırıq. Adını qoyuram. Carousel Hero Section. Bu comment mütləq lazım bizim üçün. Varı edirəm constant. Çünki varla işləmək, dəyişən təqdim etmək bizə tövsiyə olunmur. Bura Sweeper yox, Sweeper Hero yazıram. Daha məntiqlidir. Çünki baxın, dəyişən adı bilirsiniz ki, bizim öz ixtiyarımızdadır və biz bura əlavə edəcəyik funksiyallığı. Baxın, bu kateqoriya hissəsini yığaq, bizim beynimizi çox da qarışdırmasın. Nə beyin qarışdıran hissələr varsa, onların hamısını yığaq ki, bizə mane olmasın. Bir dənə hero hissəsini çıxmaq şərti ilə. Bax, hero hissəsi qalacaq. Diqqətlə baxsanız görəcəksiniz ki, bir dəqiqə bunları yığaq. Baxın, hero hissəsində baxın, bizə lazım olan email-nə bax burada. Bax, carousel section. 1, 2, 3, 4, 5, 6 dənə burada karusel var. Karusel komponenti var. 6 dənə element var və bizim etməli olduğumuz nədir? Bunlar 2-2 çevrilməlidir. Əgər 2-2 çevrilməyi etmək istəyiriksə, nə edəcəyik? JavaScript hissəsinə gəlirik və QS Hero hissəsinə aiddir bu. Sweeper Hero Section da deyə bilərsiniz, yəni adlandıran zaman Sweeper Hero Section yaza bilərsiniz. Burada My Sweeper hissəsi var. İndi gələcəm bu hissəyə izah edəcəm sizə. Hər ki JavaScript hissəsini izah eləmirik. Burada dayandırırıq. Qaydırıq koda. JavaScript-i əlavə elədikdən sonra bizə nə lazımdır? Baxın, buradakı qayda ümumidir. Slide hazırlayanda bizim üçün vacibdir. Bizə çox kömək olacaq. Birincisi, hər slide kartları, hər bir kartlar mütləq şəkildə Sweeper slide olmalıdır. Yəni, sənin o çevirdiyin o şəkillər var, şəkillərdir, nə bilim, itin şəklidir, bu oğlan şəklidir. Bunlar hamısı olmalıdır nəyin içərisində? Daha hansı klasa sahib olmalıdır? Gəlin baxaq. Bax, fikir versinizsə, nə bilim, itin şəklidir, qızın şəklidir. Burada hər biri div olaraq çevrilir. Fikir verirsiniz, divin içindədir. Təkrar. Deməli, siz bu divlərə bir dənə klas verəcəksiniz. Klasın adı olacaq Sweeper Slide. Və mən nə yazdıqca, siz də birə-bir eynisini yazmağa çalışın ki, nəticə olaraq istədiyimizi əldə edək. Hər birinə Sweeper slide əlavə edəcəksiniz. Bu bizim qaydamızdır. Söhbət divlərdən gedir. Gəlib şəkilləri əlavə edib, sonra demin ki, mən niyə görə istədiyim nəticəni almıram. Yəni, bunu deyənlər çox olacaq. Ona görə də bu video rekordu çəkmək qərarını almışam.
6 dənəsini əlavə elədim. Bundan sonra nə əlavə edəcəksinizsə, e, struktur olaraq eyni olacaq. Sadəcə şəkillər fərqli olacaq da. Siz o divlərə sweeper slaydı verəcəksiniz. Bu birinci məsələ. Bu məsələni bildirəm ki, həll elədik və tam başa düşdünüz ki, söhbət burada nədən gedir. Burayla işimiz bitdi. Daha sonra bu divlərin hər biri bizim burada 6 dənə div var, 6 dənə şəkil təkrar-təkrar kopyaladıq, yapışdırdıq. Bu 6 dənə divin özü, gənclər, baxın, əgər sayta qayıtsanız görəcəksiniz ki, bu divlərin hər biri bir dənə ad nədir onun? Sweeper wrapper'ın içində yerləşir. Yəni biz ona class verməliyik. Class verməliyik. Gəlib yazırıq nə? Deməli 6 dənə divi buradan kəsirik. Kəsirik. Baxın, mütləq kəsin. Bu süni intellekt yazdı, biz yazmadıq. Gəlib yazırıq bura sweeper, ardıca yazacağıq. Yox, sweeper yox. Biz tələsdik. Orada olmalıydı sweeper wrapper. Bax, belə bir şey olmalıdır. Gəlib bunu yazıb divin içərisindən bunu yapışdıracaq. Bax, fikir versə 6 dənə bizdə div var və bu 6 dənə div ümumi divin içindədir. Və ümumi divdən sonra diqqətlə baxsaq görəcəksiniz ki, bizim bu sweeper wrapper hələ bu ilə bitmədi. Bir dənə divimiz var, sweeper və my sweeper burada yer almalıdır. Deməli, neyəcəyik? Bu sweeper wrapper'ın özünü də bir yana istəyən üçün yerləşir. Ya istədiyi bir nəyinsə içərisində yerləşirsiniz, ya da bu fikir verin, görürsünüz Symantec bizə düzgün kömək edir kursordakı. Yəni gəlib bura sweeper, my sweeper yaza bilərik. Amma mən bura my sweeper yazmayacağım. Nəyə görə? Çünki mənim saytımda, web saytımda bir neçə yerdə o sürüşkən elementlər ola bilər. Yəni orada loqolar ola bilər, nə bilim, kimlərinsə feedback ola bilər, rəylər ola bilər. Yəni ondan hamısı çevrilə bilən bir komponent kimi görə bilərsinizsə, veb sayt yaradanda bunları fikir verə bilərsiniz. Yaxşı, burada MySweeper yerinə niyə görə email MySweeper-dan yapışdım? Yadda saxlayın. Əgər bir komponentin, nə bilim, kənardan quraşdırdığınız hər hansı bir elementin klasslarında my, your, own, nə bilim, ingilislərin gəldik halı varsa, bu sizə bir işarət verir. Bu o deməkdir ki, siz burada istənilən bir, necə deyərlər, klası yaza bilərsiniz. Mən buranı adlandıracağım Hero Section, Section, Sweeper. Baxın, adını belə qoyacağım. Fikir verdiniz, adını tire qoydum, class adıdır. Bu class adını buradan kopyalamalıyam mütləq şəkildə. Xatırlayırsınızsa, mən burada MySweeper dəyişdirmişdim. Elə buradaca da MySweeper gedəcək, əvəzinə Hero Section Sweeper klası yer alacaq. Bu da bizim oldu. Deməli, klass əvəzləməmiz. İndi səhifəyə qaydanda görəcəksiniz ki, müəyyən qədər dəyişikliklər var. Təbii ki, bizim problem buradan başlamışdı. Video baxanda, ya siz düşünürəm ki, bu hissəni təsdiqləyər. Gəlin bu məsələnin həllinə odaqlanaq və görək ki, bizə əsas problem yaradan hissə, əsas problem yaradan o nə oldu? Yəni, necə oldu ki, bu problemlərlə qarşı-qarşıya gəldik? İlk olaraq CSS faylına gəlib müəyyən bir əlavələrimizi etməliyik. Yəni, əlavələrimiz deyəndə nəyə nəzərdə tuturam? Yəni, biz hansı əlavələri etməliyik burada? Burada ilk olaraq baxırıq ki, hansı hissələrdə çatışmazlıqlar var. Yəni, tam olaraq hara ölçü verməliyik. Index.html-ə gəlirik. Baxırıq ki, carousel section, bax görürsünüz, burada carousel section yazılıb wide elementə. Və burada yazmışam ki, hero section sweeper. Gördünüz bu hissəni. Bura gəlib mən stil faylından, öz CSS faylım var, mən xatırlayırsınızsa. Ora gəlib bir dənə sırf imенно bu hissə üçün bir kod edəcəm. Gəlib stil faylına yazacağımız kodlar nədir? İlk olaraq test eləmək üçün yazıram ki, hero carousel section içərisində sweeper slide ilə bir yeri var. Yəni, mən o hər bir slide var. Onlara bir hündürlük vermək istəyirəm ki, sırf nəticəni görüm. Görüm, ümumiyyətlə, bu kartlar gəlir, yoxsa yox. Bunun üçün hündürlük verəcəm və hündürlük olaraq nə qədər vermək lazımdır? Gəlin, baxaq. Baxaq, görək ki, bizim bu təyin edilmiş şəkillər var, bu karuseldə. Gəlin, bu Hero Section Sweeper-ın içində, deməli, bizdə burada Sweeper slide-lar var. Baxın, hər slide var burada. Görək bunların ölçüləri nə qədərdir? Yəni, əsas ölçüləri. Bax, fikir verin, bunların ana divinin ölçüsü 272 pikseldir.
Və bu hissəyə diqqətlə fokuslanmaq lazımdır. 272 piksel. Əgər biz bura 272 piksel və əlbəttə ki, bura bir important yazmaq lazımdır ki, kodun işləməsini test edək. Fikir verirsinizsə, hələ də bir problemlə qarşılaşırıq. İndi bu problemi gəlin çözək. Baxaq görək ki, nədən ola bilər. Bizdə hero section özünə, yəni o ümumi hissə var ya bizdə, karusel olan hissə. Bunlara bir dənə yuxarıdan aşağıdan da boşluq verək. Yuxarıdan aşağıdan da boşluq verək. Və bu söhbət karuseldən gedir abi. Sürüşən o şəkillər var. O valideyn elementə gəlib yenə class vermişəm. Hero section sweeper. Bax, həmin hissəni yenə də seçirəm. Hero Carousel bir dənə diqqətlə baxaq. Deməli, biz burada Hero Carousel yox, uşaqlar yazmışıq ki, Hero Section Sweeper. Bu hissəyə diqqətli olmalıyıq. Hero Section Sweeper. Bəlkə də bu hündürlükdən sonra bu işləyəcək. Okey. Səhifəyə qaydırıb, hələ ki, hər hansı bir nəticə görmürsünüzsə, qətiyyən narahat olma ehtiyacı yoxdur. Yazırsınız ki, Hero Section Sweeper. Çünki ola bilər ki, bu bizdən bir padding gözləyir. Baxın, yuxarıdan aşağıdan bir padding vermək lazımdır. Əslində, fikir verirsinizsə, səhifə yenilənməsindən sonra bunlar 272 piksel hündürlüyü aldı. Hə, deyə bilərsiniz ki, şəkillər bizim istədiyimiz kimi deyil. Amma nə olur olsun, həmin hissəyə və bu ümumi karusel olan hissəyə bir dənə yuxarıdan aşağıdan boşluq verməli. Çünki bunlar yapışıb, baxın, yapışıb və bura. Aşağıdan çox da bilinmir, çünki müəyyən qədər boşluq var. Amma yuxarıdan Shop Collection butonuna yapışıb. Ona görə də bu ümumi hissəyə bir dənə padding verəcəm. Yazacağım ki, padding 200 piksel. Yəni siz təbii ki, bunun ölçülərini mobil telefonda azaldarsınız. Zaten bu qaydaların hamısını öyrətmişəm sizə. 200 piksel yuxarı aşağı və sağ və soldan da deyirəm ki, 0. Daxili boşluq verdim. Sırf belə görüntü alınması üçün. Daha sonra mən bu şəkilləri istəyirəm ki, düz mərkəzə doğru yerləşsin. Düz mərkəzə doğru yerləşməsini istəyirəmsə əgər, hər bir şəkil üçün gənclər bu kodu yaza bilərsiniz. Deməli, istəsəz bunu təbii ki, CSS tərzinə yaza bilərsiniz. İstəsəz bunu birbaşa şəkillərin özünə də verə bilərsiniz. Tailwinddə belə kod var. Deməli, şəkillərin hər birinə yazacağınız kodlar hansılardır? Və mən yazıram və siz bunları mütləq şəkildə əməl edin. Deməli, yazacağınız budur ki, left, soldan. Siz əgər belə bir şey yazsaz, bu soldan yarı sağa doğru gəlmək deməkdir. Yəni, left 50% kimi bir şey düşünə bilərsinizsə. Bir də əgər yazsaz ki, mənfi translate, bu mənfi 50%-dir. Yəni, əgər siz belə yazsaz, bu X oxu boyunca, yəni soldan sağa doğru mənfi 50% o deməkdir ki, siz bura 50 yazanda, 50% yazanda, bu soldan sağa doğru gəlir. Amma mənfi 50% bunu tam mərkəzdə yerləşdirir X oxu boyunca. Və gördüyünüz kimi, bir dənə şəklimiz sırf bu istədiyimiz kimi oldu. İç şəklində hər hansı bir problem yoxdur. Gəlin bunları digər şəkillərdə əlavə edək. Uşaqlar, vacib olan hissə bunlardır. Digər şəkilləri də əlavə edirik. Baxın, ancaq şəkillərə ya, divlərə yox. Çünki div ayrıdır, uşaqlar, şəkillər ayrı. Hər şəklə siz bunları yazırsınız. Bu left kodu yadda saxlayın. Ancaq absolute və relative hallarında, relative, absolute, fix hallarında çalışır. Left soldan sağa 50%, 2-də 1 50% deməkdir. Bu isə qabağında mənfi translate. O deməkdir ki, mənfi 50%. Bu da mənfi 50%. Deməli, bu iki kod düz mərkəzə fokuslanır. Yadda saxlayın. Ən qısa yolla belə izah edə bilərəm sizə. Bu formada gördüyünüz kimi hər birinə əlavə eləyəcəyik. Əlavə elədikdən sonra səhifəyə qaydırıq, baxırıq, görürük ki, şəkillərimiz tam belə deyək, istədiyimiz kimidir və hətta görürsünüzsə, karusel də işləyir. Amma mən istəyirəm ki, bir baxışda sırf 2 dənə karusel görüm, 2 dənə daha doğrusu komponent görüm. Yəni, 3 dənəsini görmək istəmirəm. Bunun üçün gənclər, edəcəyiniz nədir? Gəlirsiniz slide preview hissəsinə, yazırsınız 2. Yəni, yazırsınız ki, mən 2 dənəsini görmək istəyirəm. 2 dənəsini görmək istəyirəm yazsaz və təbii ki, səhifəyə qalsaz, burada görəcəyiniz üzərə 2 dənə çevrilən element görmüş oldunuz. Deyə bilərsiniz ki, bəs bu şəkil niyə görə aşağı doğru gəlir? Məsələn, itdir, oğlandır, hətta pişiyin patiləri fikir versə tam
3D effekti yaradır. Okey, bu yaxşı görsənir. Amma qızın köynəyinin belə olmağı artıq o görüntünü pozur. Yəni, burada necə bir yol izləyə bilərsiniz? Təbii ki, fikir versinizsə, fərqli olaraq da işləmək olar da. Görüntünü pozan hansıdır? Qızın köynəyi, düzdür? Həmin o qızın şəklini tapacaqsınız. Daughter sweatshirt yazılıb burada, gördüyünüz kimi. Onu bir azcıq, yəni 87 yox, 67 yazsınız, bu biraz yuxarı qalxacaq da əslində. Və siz əgər 67 piksel yazsınız və görüntü olaraq tezdən qayıtsınız, görəcəksiniz ki, e, əslində çox da uyğun olmadı. Bəlkə də biz fərqli bir şəkil dəyişdirdik, hər şey ola bilər. Daughter sweatshirt yazılıb, amma hələ biz düzgün yeri dəyişdirmişik əslində, amma görünən oldu ki, 67 pikseli tam ideal deyil. 47 yazanı bu mənfi yazdıqca fikir versinizsə daha aşağıya doğru gedir. Bizə lazım olan yuxarıya qalxmasıdır. Onda mənfi 90 piksel yazacaqsınız bura. Mənfi 90 piksel fikir versinizsə işləmədi. Niyə görə? Çünki biz burada mənfi 90 piksel yazmalıyıq və kənara keçəndə bu P olduğuna görə işləməyəcək uşaqlar. Piksel olmalıdır bu. Belə. Bax, görürsünüz, bir dənə məsələn qızın şəklini dəyişdirmək istəsəz, sırf həmin qız üçün mənfi 110 piksel yazmağınız kifayətdir. Mən sizə bunu real vaxt ərzində göstərirəm ki, yəni işlədikcə hər şey sizə daha aydın olsun. Baxın, uşaqlar, bu bizim ekran boyunca gördüyümüz nəticə. İstəsəz təbii ki, müəyyən qədər dəyişikliklər edə bilərsiniz. Mən misal üçün istəyirəm ki, mobil telefonda bir dənə görsənsin. Əgər mobil telefonda bir dənə görsənməyini istəyirəmsə, JavaScript tərəfə gəlib bunu edəcəm 1. Amma burada təbii ki, ammasını göstərmək lazımdır. Bilək ki, gənclər, bizdə JavaScript kodunu kopyalasaq belə, bizdə səhifələnmə yoxdur orada. Yəni, klikləmə yoxdur. Klikləyən zaman o bir səhifəyə keçsin deyilən bir şey yoxdur, element yoxdur. Əgər sənin karuselində göy nöqtə, yəni klikləyən zaman çevrilməsi yoxdursa, bu kodu yazmanın mənasızdır. Bunu buradan silirik. Ardınca gəlib yazacağıq bura nə? Yazırıq ki, deməli, 768 pikseldən başlayaraq. Baxın, bunu obyektləri bilməyən adam bu mövzunu bilməz. Fiqurlu mötədə daxilində yazırıq ki, normalda mobil telefonda bir görsənsin. Arada boşluğu 30-da qoya bilərsiniz uşaqlar. 8-ə qoya bilərsiniz. Yəni, hissədə ölçün azalda bilərsiniz. Mən yazıram bura ki, breakpoint, çünki biz bunu bilməliyik. Bizim slaytlarda, gələn respons sizə deyəcəm, slaytlarda belə bir xüsusiyyət var, breakpoint. Əgər mən breakpoint yazsam, bura istənilən bir ekran ölçüsünü yaza bilərəm. 768 yazandan sonra gəlib yazıram ki, 768-dən başlayaraq slaytların görünməsi nə qədər olacaq? 2-2 görsənsin. Filan ekranda 3 dənə görsənsin. Yəni, bunu artıq siz özünüz təyin edə bilərsiniz. Əsas məsələ, buradakı class, nöqtə, bu məqama diqqət yetirin. Əgər diqqət yetirməzsəz, bu deməkdir ki, video rekord heç diqqətlə baxmırsınız. Yəni, bunları diqqət edin, çünki irəlilədikcə JavaScript mövzularımız artıq genişlənəcək. Bunlar ən təməl mövzulardır. Və fikir verin, hal-hazırda 2-2 görürük. Amma mobil telefon görüntüsünə keçəndə gördüyünüz üzrə artıq bir dənə burada element görmüş olur. Belə, bunu avtomatik çevrilməsini istəyirsinizsə, təbii ki, bunu növbəti dərsdə, mən öz dərslərimdə bunu detallı izah edəcəm ki, bunları mən haradan götürürəm. Siz gəl burada yaza bilərsiniz, vergüldən sonra autoplay. Autoplay deyilən bir dənə deməli, açarımız var. Siz autoplay dedikdən sonra gecikməsini 2000 qoysanız, hər 2 saniyədən bir bu çevrilməsi olacaq. Gördüyünüz kimi bizim komponentimiz artıq çevrilir. Belə, bunu digər dərs videosunda, bizim keçən əvvəlki dərs videosunda Classroom əlavə edəcəm. Bunu açıq bir şəkildə paylaşacağım ki, Sweeper-la bağlı belə deyək, sualı olanlar və ya da saytlarına bu kimi keçidlər vermək istəyən şəxslər, digər şəxslər bu videodan faydalana bilsin. Videonu izləyən hər bir şəxsə təşəkkür edirəm. Ümid edirəm ki, bu video hər biriniz üçün faydalı olacaq.